السلام عليك يا أبا عبد الله، السلام عليك يا ابن رسول الله. بسم الله الرحمن الرحيم. الحمد لله الذي وهب لي على الكبر إسماعيل وإسحاق، إن ربي لسميع الدعاء. رب اجعلني مقيم الصلاة ومن ذريتي، ربنا وتقبل دعاء. ربنا اغفر لي ولوالدي وللمؤمنين يوم يقوم الحساب. ولا تحسبن الله غافلا عما يعمل الظالمون، إنما يؤخرهم ليوم تشخص فيه الأبصار. رب اجعلني مقيم الصلاة ومن ذريتي، ربنا وتقبل دعاء. ربنا اغفر لي ولوالدي وللمؤمنين يوم يقوم الحساب. ولا تحسبن الله غافلا، ولا تحسبن الله غافلا عما يعمل الظالمون، إنما يؤخرهم ليوم تشخص فيه الأبصار. صدق الله العلي العظيم. اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار، على رسول الله وآله الأطهار. صلى الله عليه وسلم. Allah'a hamd veririm öz izzet ve azametine, celal-i hürmetine. Gönderdiği bu Kur'an-ı Kerim'in ayeleri ihtiramına bizi Kur'an ve Ehl-i Beyt yanında hecaletli eylemesin. Bizi Kur'an-ı Kerim'in layıklı ardıcıllarından karar versin.
qiyamət günü bu Quran-ı Kərimin şəfaətini hamımıza nəsib eləsin. Hər yerdə Qur'ana, dinə xidmət edirlər. Allahım, Allahım ömrünə də, nəfəslərinə də bərəkət verginə. İnşallah bu günlərdə əziz qardaşım Seyyid Mir Neymət Ağa söhbət edəcək, bizi feyziyab eləyəcək. Və ondan sonra inşallah bir şey Nuhə ən gecə saat 10 üçün xətm eləyəcək üçün ehsanatımız var inşallah bu günləri. Çox gecəyə saxlamaq istəmirik. Ona görə ağamız bir 20 dəqiqə təxminən söhbət edir, sonra biraz xəzadarlıq edir inşallah. Sonra Həzrətin adına açılan bu süfrəni Allah qəbulü getirsin inşallah. Bu neymətdən faydalanarıq. Bu günləri inşallah məclisimiz, əzadarlığımız və ehsanat baş tutandan sonra Allah'a bilirsən, bu gün xətm olacaq. Hər həftənin də şənbə günü, ta imamın 40-ına qədər. Hər həftənin şənbə günü məclislərimiz olacaq və məxsusən də xahiş edirəm. İmamın 7-si ayın 12-sinə düşür, səhv eləmirəmsə, şənbə gününə düşür. Ona görə hamımızdan da xahişim budur ki, gələsiniz, zəhmət çəkiləcək, ehsanat hazırlanacaq. Allah əzizlərimizin qazancına, dömrüdə bərəkət versin. İnşallah gəlib o məclisin həm maddi, həm mənəvi süfrəsinin kənarında əyləşərik. Allah hamımızdan razı olsun. İnşallah ağaya da inşallah söz verək, gözəl söhbətindən feyziyab olaq. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. İnna Allaha ve melaiketehu yusalluna alen nebi. Ya eyyühellezine amenu sallu aleyhi ve sellimu teslima. Peyğəmbər, Ali Peyğəmbər haqqında salavat hədiyyə edək. Keçirdiyimiz əzadarlıq, saxladığımız matəmin Seyid-i Şəhəda haqqında bizdən əhsən şəkildə dərəcəyə qəbul etməsindən ötürü Peyğəmbər, itirəti Peyğəmbəri salavatdan yad eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Səmanə İmamı Həzrəti İmam Məhdiyə Cəlallahu Fərəcəhu Şərif. Təcil zuhru bizim də Həzrətin layiqli xidmətçi və nökərlərindən olmağımızdan ötürü Peyğəmbər, Ali Peyğəmbəri ucalı salavatla yad eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. Əuzu billah min nəfsi və minəşşeytanir-la'inir-racim. Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. والعاقبة للمتقين وسبح لله ما في السماوات وما في الأرض وهو العزيز الحكيم ثم أفضل الصلاة والسلام على من سمي في السماء أحمد وفي الأرضين أبي القاسم محمد وعلى آله الطيبين الطاهرين المعصومين المكرمين المشرفين ولعنة الله على أعداء الله وأعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. عظم الله أجورنا وأجوركم بمصابنا استشهاد لإمامنا ومولانا الحسين بن علي عليه الصلاة والسلام. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين الذين بذلوا مخرجهم دون الحسين عليه الصلاة والسلام. فأما بعد قال الله
تعالى في كتابه الكريم بعد بسم الله الرحمن الرحيم ومن يشكر فإنما يشكر لنفسه صدق الله العلي العظيم. Həzrət Seyyid-i Şühəda aleyhissalatu vesselamın şəhadəti münasibəti ilə başda zamana imam olmaqla bütün alim üləma, mərci təqlidlərimiz, müstəhidlərimiz, ustadlarımız, məzhəbimizin din tələbələri və siz əzizlərə ki, bura cəm olmusunuz, hamınıza dərin hüzünlə baş sağlığı ərz edirəm. Allah'tan duan budur ki, bizi İmam Hüseyin Aleyhisselam'ın şifaatindən kənar salmasın inşallah. Allah Təbarək və Teala Nəml surəsi 40-cı ayədə Quran-ı Kərimdə belə buyurur ki, وَمَنْ شَكَرَ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ. Hər kim sizdən şükr eləsə, şükr halında olsa, özü üçün şükr etmiş kimidir. Özü üçün o şükrü qazanmış kimidir. Ümumiyyətlə, Quran-ı Kərimdə çox dərin rəng çalarları ilə rəngarəng şəkildə Allah Təbarək və Teala nəfsi xəstəliklərdən danışır. Yəni, nəfsi xəstəlikləri rəngarəng şəkildə bizə bəyan edir. Görsən, bəzən deyirlər ki, filan kəsin oğlu, məsələn, belə misal çəkirlər. 6-7 yaşı var, elə bil ki, 70 yaşında kişi kimidir. Bəzən deyirlər, filan kəsin qızı var, sanki elə bir kişi kimidir. Bəzən də tam tərsinə deyirlər, filan kəsin oğlu var, üzr istəyirəm ifadəmə görə, qız kimidir. Filan kəs 70 yaşı var, 5 yaşında uşaq kimidir, nə məclis bilir, məsəl üçün, nə ev bilir, nə nəvə bilir, nə uşaq bilir və ilaxır. Allah Quran-ı Kərimdə rəngarəng nəfsani xəstəliklərdən danışır. Və bu dediklərin hamısı Quran-ı Kərimin ayələrindən nəticə olaraq meydana çıxan məsələlərdir. Quran bir dənə xəstəliyin barəsində danışır. Burada həmin məsələ barəsində istəyirəm deyək ki, bu xəstəliyin növü və yaxud bu xəstəliyin təhlili, bu xəstəliyin hər hansı səbəbdən baş verməsi və ilaxır ki, bilirəm, məhdud vaxtı, azdı vaxtımız, neçə gündür yorğunsuz, Allah sizdən hamımızdan razı olsun, əcrini xanım Zəhra versin inşallah Allah. Çünki hədisdə var, Həzrət Rəsullallahla hər ikisi qol boyun olublar, qucaqlaşıblar. Ata, niyə ağlayırsan? Həzrət Rəsulullah deyir ki, İmam Hüseyin üçün ağlayıram. Niyə, nə olub ki, İmam Hüseynə? Elə uşaq da oynayır, deyir ki, yox, bir gün gələcək olacaq və danışır. Kərbəla hadisəsini danışır qızı Zəhraya. Danışıb qutarandan sonra Həzrət Fatimə-i Zəhra səlamullah əleyha deyir ki, atacan, sən ki danışırsan bunları, bizdən kim olacaq o vaxtı? Sən olacaqsan, deyir, çox təəssüf olsun ki, mən olmayacam. Atası Əli olacaq, o da olmayacaq. Mən olacam, sən də olmayacaqsan, görməyəcəksən, köməyinə çata bilməyəcəksən. Qardaşı Həsən olacaq, deyir ki, yox, o da olmayacaq. Bəs necə olacaq, mənim oğluma kim matəm saxlayacaq, kim ağlayacaq, necə olacaq, bunun dərdinə yanan kimdir? Həzrət Rəsulullah şiddətli ağlaya-ağlaya, mübarək saqqalına ki, gözünün suları tökülür bir-bir,
hamısını əlini sürtür öz saqqalına və buyurur ki, qızım Zəhra, yücəddilunə bə'dəccil, ilbə il sənin oğlun üçün matəm saxlanılacaq. Hər il matəm saxlanılacaq. Gör, nə qədər bu güclü məzhəbdir ki, bu Şiə məzhəbi. 1400 ildən artıq bir ildir ki, 1500 ilə az qalıb. Həzrət Seyid-i Şühədaya matəm saxlayır və xanım Zəhra soruşur Peyğəmbərdən. Biz bunun əvəzini oğlum Hüseynə matəm saxlayanlara necə qaytara bilərik? Həzrət Peyğəmbər buyurdu ki, qızım Zəhra, qiyamətin günündə ikimiz də gedib dayanarıq behiştin qapısında. Sən Hüseynə ağlayan qadınların əlindən tutub apararsan behişdə. Mən də Hüseynə ağlayan kişilərin əlindən tutub apararam behişdə. Bu göz yaşının bu qədər dəyər və qiyməti var Allah yanında. İndi mən nəyi demək istəyirəm? Demək istəyirəm ki, bu Quran-ı Kərim ki biz oxuyuruq, Quran-ı Kərimdə bir çox xəstəliklərə Allah işarə eləyir. Mən bugün bir xəstəliyin barəsində danışmaq istəyirəm. Çünki bizim vaxtımız yoxdur başqalarını danışaq. İnşallah qeyd etdiyim kimi əcr savab Allahdan inşallah hamımıza nəsib olsun və xanım Zəhranın əli ilə Allah onu inşallah Allahın iznilə. Bir çox xəstəlikləri zikr eləmək olar. Amma mən bugün xəyanətin nəfs xəstəliyindən danışmaq istəyirəm. Yəni, insanın özü özünə xəyanət etməsi. İnsanın özü özünə zərbə vurmasından danışmaq istəyirəm. Hansı ki, Quran bunun barəsində danışır bizimlə. Bir çox ayələr mövcuddur. Bir çox ayələrdə Allah Təbarək və Teala bunu bizə göstərir, başa salır. Əzizlərim, sonra hansı xəstəliklər var? Ola bilər kimsə soruşsun ki, Quranda hansı mərəzlər var? Quran onun barəsində danışır. Amma sən misal olaraq birini çəkmirsən. Mən 4 dənə misal elə belə qeyd eləmişəm ki, ola bilər kiminsə zehnində sual yarana, irad gətirə, mən tez onları oxuyuram, keçirəm. İkincisi, xəyanət-ül axırin, başqalarına xəyanət etmək. Bir özünə xəyanət eləmək. Bir də başqalarına xəyanət eləmək. Özünə xəyanət etmək, başqalarına xəyanət etməkdən də pisdir. Bir insan özünə xəyanət eləyir, özünə zərbə vurur. Bu pisdir, başqalarına xəyanət etməkdən də. Üçüncüsü, həsəd xəstəliyi. Quran-ı Kərim danışır bundan. Dördüncüsü, paxıllıq xəstəliyi. Quran-ı Kərim danışır bundan. Və bizi bu mərəzlərdən, bu xəstəliklərdən çəkindirmək istəyir. Baxın, Həzrəti İmam Sadiq əleyhissalatu vəssalamdan bir hədis var. Belə ki, İmam Sadiq əleyhissalatu vəssalam buyurur, Nəhnu kulluna sufunun. Diqqətlə qulaq asaq. Bəlkə də bu bir dənə bu hədis bizim həyatımızı dəyişəcək. Bunu eşidəndən sonra. Nəhnu kulluna sufunun. وَلَكِنَّ سَفِينَةِ الْحُسَيْنَ أَوْسَى وَأَسْرَى. Baxın, İmam Sadiq əleyhissalatu vəssalam buyurur ki, biz hamımız, yəni biz hamımız kim? Əhl-i Beyt əleyhissalam. Biz hamımız bir gəmiyik, yəni təklikdə 14 məsum hamısı gəmidir, bir gəmidir, tək-tək gəmilərdir. Dayanıblar dənizin sahilində. Fərz eləyin. Hamısı dayanıb gəminin sahilində. İndi istəyirik keçək dənizi o biri tərəfə, başqa bir ölkəyə keçək və yaxud 10 dəqiqə bir məsafə var, istəyirik keçək. Bu 14 gəmidən birinə minməliyik və tələsirik. İstəyirik tez gedək bu gəmi ilə. Həzrət İmam Sadiq əleyhissalatu vəssalam buyurur ki, Lakinnə səfinətəl Hüseyn əvsə və əsra. İmam Hüseynin gəmisi daha geniş və daha sürətlidir. Kim buna minsə, o tez çatacaq istədiyi yerə. Adətən biz
bizdə belə bir şey yoxdur. Yəni, məsəl üçün, gəmi nəqliyyatından az istifadə olunur bizim ölkədə. Niyə? Çünki külək çox olduğuna görə, biraz o əlverişsiz hava şəraitinə görə su nəqliyyatı çox azdır. O ölkələrdəki su nəqliyyatından istifadə olur gəmidən, kiçik qayıqlardan və ilaxır. Yəni, bunu öz həyatımızda tətbiq eləyə bilərik, baxa bilərik, görək bu necədir, doğrudan belə bir şey var. Məsəl üçün, minim, gedim, deysinlər ki, bu tez gedəcək, bu və yaxud bu gecikəcək, bu gec gedir, buna minməsən daha yaxşıdır. Yəni, biz hamımız imam buyurur ki, gəmiyik, amma İmam Hüseynin gəmisi daha genişdir, daha sürətlidir. Minin gedin. Minsəz, o xəstəliklər ki, Qur'an-ı Kərim indi oxuyacaq o ayələri və biləcəyik ki, bu xəstəliyin xüsusiyyəti nədir? Görəcəyik ki, doğrudan da Qur'an-ı Kərim nə qədər gözəl danışır, bu xəstəliklərin nə gözəl bizə başa salır və müalicəsini kimin yanında olduğunu bizə öyrədir. Salavat hədiyyə eləyək. Allah Qur'an-ı Kərimdə buyurur, Bismillahirrahmanirrahim və la tucadil anəl-ləzinə yəxtəlunə ənfusəhum innəllaha la yuhibbu mən kânə xəvvânən əsīmā. Evdə istəsəz baxarsınız. Nisa surəsi 107-ci ayə. Çox qəribə bir şey danışır Allah bu ayədə. Deyir ki, ey mənim Peyğəmbərim, nə bada özünə xəyanət edənlərin barəsində, özünə xəyanət edən, bir yaxud dedik, xəstəlikdir. Özünə xəyanət edənlərin barəsində mənə dua eləyəsən. Nə bada dua eləyəsən? Niyə? İlah pərverdigarı. Nə üçün? Allah Təbarək və Teala buyurur ki, İnnəllâhə lâ yuhibbu mən kânə xəvvânən əsīmā. Hər kim özünə xəyanət edirsə, mən Allah olaraq onu sevmərəm. Hər kəs özünə xəyanət edir, mən onu sevirəm. İnnəllâhə lâ yezlumu əhədə. Bizdə bu cürünə bir əqaid elmdə belə bir teorem var. Deyir ki, Allah heç vaxt heç kəsə zülm eləmir. Yalandır. Kim desə ki, ay Allah, görsən nalə çəkirlər, üsyan edirlər bəzi analar, uşaqları cavan ölür, cavan gedir dünyadan, üsyan, ay Allah, mənə niyə zülm elədin? Bir dənə İmam Hüseynə bir fırran bax. Bir dənə İmam Hüseyn əleyhissalama fırranaq baxaq o keçmişə, görək Həzrət Seyid-i Şühəda necə rahat şəkildə Əli Əkbəri verdi, necə rahat şəkildə o qardaşı balalarını Qasimi verdi və digər o cavanları, gəncləri hamısını bir-bir verdi. Bir dənə arxaya baxaq. Həzrət Musa aleyhissalatu vesselam diqqət edirsiniz. Gəldi, bir yerdən keçəndə bir nəfər saxlayıb Həzrəti Musanı. İnsan zamanən Peyğəmbərsən, deyir ki, Musasan, deyir ki, deyir, mənim sənə bir dənə sözüm var. Baxır Həzrəti Musa giyiminə, keçiminə, görür ki, yəni, bu elm əhli deyil. Yəni, bilinir də, yəni, nəsə demək istəyir, öz dilində demək istəyir. Sən Kəlimullah, yəni Allahla danışansan, sən deyir, deyir, sən danışacaqsan Allahla. Deyir, elə indi gedirdim, sən saxladın məni. Deyir, sənə bir söz desəm, sən soruşa bilərsən Allahdan, deyir, Deyir, çatdın Allahdan soruş, niyə bu cavanları tez alır canını? Niyə tez öldürür bu cavanları? Həzrət Musa başını salır aşağı. Bu nə sualdır bu mənə verdi? Çox təəccüb eləyir. Bu nə sualdır bu mənə verdi? Birdən-birə bu cahil saydığım, geyimin imdaş olan küçənin ortasında, səhranın ortasında. Mən gedirəm Tur-i Sinaya danışmağa, bu mənə sual verdi. Gəldi sual yadındadır Həzrəti Musanın. Nəql edirlər ki, yadındadır, gəldi, dayandı, danışdı. Allah bəzi şeyləri öyrətdi ona. Öyrənib qutarandan sonra
Allah dedi ki, ey Musa, yadından çıxan bir şey yoxdur ki, məndən soruşacaqsın. Həzrəti Musa yadından çıxartmamışdı. İstəyirdi öz işlərini qutarsın, sonra bu sualı soruşsun. Dedi ki, İlahi-Pərverdigara, mən bir şey yolda gələndə bir nəfər məndən soruşdu, istəyirəm onu səndən soruşum, agahdır sənə, amma mənə öyrədəsən cavabını, qaydanda cavab verim ona. Dedi, buyur ey Musa. Dedi ki, mənə belə dedi, cavanları niyə tez alır Allah canını? Can verən də sənsən, alan da sənsən. Niyə belə eləyirsən? Ani askırmaq gəldi Həzrəti Musaya. O askırandakı gözlüyü yumursan, o bəlkə də bir saniyə çəkmir. O əlindəki əsa yoxa çıxdı. Əlindəki əsa tutmuşdu, söykədi bir yerə ki, səbir gətirsin, baxdı, əsa yoxdur. Həzrəti Musanın əlindəki əsa ki var, o möcüzəvi əsadır. Hara gəldi, onu ilə getmirdi. Onu Allah əmr eləyəndə İzhəbə ilə Fir'aunə fəinnəhu təğa. Ged Fir'aunun üstünə, o əsa da sənin əlində olsun. O əsa ilə ged, hansı ki o əsanı vermişəm sənə. Hər dəfə o əsa ilə getmirdi. Bir dənə taxta götürürdü, bir dənə ağacı götürürdü, gedirdi. O ki gəldi, yetişdi bir məqam, baxdı, yoxdur bu əsası. İlahi, mənim əsam yoxa çıxdı, mən səbir gətirəndə, həpişirəndə yox oldu bu, yoxdur. Dedim, meşə orada, düşərsən turistinadan, nə istəyirsən götürərsən, hansı ağacdan istəyirsən kəsərsən. Axtara, axtara, baxa, baxa, gəzə, yoxa çıxdı. Düşdü, baxdı ağaclara bir. Birindən xoşu gəlmədi, birisindən xoşu gəlmədi. Gördü bir dənə cavan bir ağac, yaxşı budaqları var, yaşlı budaqları. Birini kəsdi, düzəltdi əsa. Allah Musaya dedi, ey Musa, niyə bu yaş ağacdan kəsdin? Dedi, ilahi, çox xoşum gəldi bunun budaqlarından, yaşıydı. Həm də dedim, elə əlimdə tutaram onu. Dedi, mənim də cavandan xoşum gəlir. Mən də o cavanı xoşlayıram, onun canını tez alan. Niyə İlahi-Pərverdigara? Mürtəkib olmasın həmin bu Quranın buyurduğu nəfsani xəstəliklərə. Mürtəkib olmamış, günahları çoxalmamış və o günahlar ki, yadınızda saxlayın, diqqətlə bu şeylər hamısı bizim həyatımızda bizə lazım olan məsələlərdir. Yadınızda saxlayın. Bir şey üçün tövbə etmək istəyirsən, qalxmısan. Yaxşısı budur ki, bir şeyi həyata keçirtməmiş, yəni bunu etməmiş tərgizməyin daha yaxşıdır. Edib sonra tövbə eləmək yaxşı deyil. Nə qədər eləməmsən, tərgizdən eləməyəcəm bunu. Bu bizim həyatımızda böyük təsirlər qoyacaq. Məsəl üçün görsən, biz 1400 ildir danışırıq, Şimir İmam Hüseyni öldür, Allah lənət eləsin. Sinan İmam Hüseyni qətlə yetirdi. İbn Ziyad belə, diqqət edirsiniz, əqli düşüncənin metodu daha önəmli olmalıdır bugünkü gün möminlər üçün. Biz əqli olaraq fikirləşməliyik ki, Şimir İmam Hüseyni öldürmədi, Yəzid İmam Hüseyni öldürmədi, İbn Ziyad İmam Hüseyni öldürmədi. Nə səbəb oldu ki, Şimir, Yəzid, İbn Ziyad İmam Hüseyni öldürdü? Səbəb nədir? Niyə? Çünki biz onları şəkil olaraq köhnəldib qoyacaq, elə hər il şəkil kimi qaldıracaq, salacaq. Səbəb nə oldu? Quran-ı Kərimdə səbəb aşkar göstərilir. Tamah xəstəliyi var. Tamahkarlıqdan İmam Hüseyni qətlə yetirdilər. Quranda tamahdan danışır Allah. Bu da nəfsi xəstəlikdir. Ki, dedik ki, bəzi rəngarəng xəstəliklər mövcuddur Quran-ı Kərimdə. Biri də tamahdır. Tamahkarlıq. İmam Hüseyin əleyhissalatu vesselamın qətlinə fərman verilmirdi. Şuayb qazinin qabağına gəldilər, yığışdılar, oturdular. Gətirdilər, verdilər bəzi şeylər ki, gələ, götür bunu. Fərman ver, imza çək bu kağıza ki, Seyyid-i Şühəda Əbu Abdillah Hüseyni öldürməyə icazə verildi. Dedi, yığışdırın puluzu da, qızılızu. Xəyanətin nəfs dediyi Quran-ı Kərim danışır. İnsanın öz nəfsinə xəyanət etməsi Allah yanında çox bəyənilməyən bir şeydir. Hansı ki, Allah təbarək və təala mütləq şəkildə özünə xəyanət eləyəni
sevmir. İndi burada sual ortaya çıxır. Mən tez-tez danışacağam. Mən sizdən üzr istəyirəm, deyiblər ki, vaxtımız dardır. 3. Əgər yorulmamışsınızsa salavat zikr edin inşallah. Allahümme salli ala Muhammed və ali Muhammed. Çox maraqlıdır insanın nəfsi xəstəliklərindən danışırsan, özünə xəyanət etmək. Bu, insan özü-özünə necə xəyanət edir? Sual çıxır ortaya. Və o xəyanət Quran ayəsində ki, oxudun, Allah sevmir özünə xəyanət edənləri. Necə olur, hansı xəyanətin müqabilində Allah o bəndələri sevmir? 1. Təqsirli ola-ola öz üstündən keçmə. Mən la yuhasib nəfsəh fəleysə minna. Bir hədisdə gəlib, Əhl-i Beyt əl-Müsəlamına, hər kim gecə öz nəfsini elədiklərinin müqabilində sorğu-suala çəkməsə, buyurur ki, bizdən deyil. O bizdən deyil. Döşəyin kənarında otursun, özünü çəksin, sonra bu nə eləmişəm, kimi incitmişəm, kimin haqqına girmişəm, kimin cibinə girmişəm, kimin sözünü kəsmişəm. Təqsirli ola-ola boş verir hər şeyi, üstündən keçirdir, yox, mən eləmərəm onu, kimsə eləsə mən eləmərəm. 2. Bacarıqlarının inkişaf etməsinin qarşısını kəsmək. Əgər bir şey bacarırsa, Allah buna əl verib, ayaq verib, bir nəfər birinin üstünə qışqırdı, Əleyhisselamın yanında dedi, Əleyhisselam istəyir onu, əli istəyir, dur onu ver Əliyə. Həzrət buyurdu ki, yox. Allah mənə ayaq da verib, əl də verib. Durdu ayağa, getdi, özü özünə lazım olanı götürdü. Bu bir dənə dərsdir insanlar üçün. İnkişafların qarşısını kəsmək. Əgər bir şey bacarır, eləmirsə, insan öz-özünə zülm edir, xəyanət edir. 3. Səmərələri barədə sükut etmək. İnkişaf ayrıdır, səmərə ayrıdır. İnkişaflar, yəni, o mənim bacarıqlarımdır, bunu mən eləyə bilərəm, bunları qaldıra bilərəm, çıxarda bilərəm. Səmərə, ən azından ailəmin içində uşaqlara tərbiyə verməkdə iki tərəfli, həm xanıma bu işlər düşür, həm kişiyə. Bunlar ikisi də müştərək olaraq öz evladları ilə tərbiyə metodlarını keçməlidirlər. Diqqət edin. Bax, İslami psixologiyada belə bir ibarə var. Gecikmiş tərbiyə. Nə deməkdir bu gecikmiş tərbiyə? Məsəl üçün, uşaqların artıq 13 yaşı var. Onlara 5 yaşında veriləcək tərbiyə verilməyib ata-ana tərəfindən. Artıq 13 yaşı var. Qayıdıb arxaya 5 yaşından başlasalar xoş onların halına. Yox, başlamasalar, elə 13 yaşından nə desələr, uşaqda problem yaranacaq, psixoloji gərginlik olacaq, özgüvənliyi itəcək uşağın. Sən ona nəsə desən, qəbul etməyəcək. Biraz da böyüdü, oğlan, qız fərqi yoxdur, qayıdacaq sənə. Hədisdə də gəlib, Allah lənət eləsin o valideynə ki, öz uşağını vadar eləyir ki, Həzrət Peyğəmbərdəndir, ağ valideyn olsun. Ona görə vaxtında tərbiyələndirmək lazımdır. Keçib üstündən, uşağın 20 yaşı var, 10 yaşındakı tərbiyəni verməliydin ki, ona indi özünə aparmaq davranış qaydaları. Baxırsan ki, 9 yaşında uşağın elədiklərini, 20 yaşı var bunun. Gecikmiş tərbiyə deyilən metod var. Bu da əqildə iki bir hissə var. Yəni, beynimizdə 2 hissə var. Biri avtomatik qəbul etmə duyğuları. Yəni, məsələn, mənə söz deyirsən, ötəri qəbul edirəm, bıraxıram, getdi. Onun barəsində fikirləşmirəm. Biri də dərin düşüncə var. Dərin düşüncədə mən fikirləşməliyəm. Allah mənimlə necə danışır Quran-ı Kərimdə? Səthi oxuyub getməli deyiləm bu ayəni. O dərin düşüncədə biz uşaqlarımızı yetişdirməliyik. İndi vaxt çatmadı. Mən istəyirdim danışam. Qismət olaraq gələn görüşlərdə sizin xidmətinizdə olaram. Vaxta da girirəm. Ona görə çox-çox sizdən üzr istəyirəm. İndi xəyanətin nəfs, insanın özü-özünə xəyanət etməsi. Baxın. Həzrəti Seyyid-i Şühəda çıxıb evdən gedir Kərbəlaya. Yığışıblar qonşular, yaxınlar İmam Hüseynin başına deyirlər ki, ya Əba Əbdillah,
Özün getməyin bir bəstör bu uşaqları hara aparırsan? Özün getməyin bəstör bu qızları, bu oğlanları, bu balaca uşaqları, qadınları hara aparırsan? Hərə bir pretenziya eləyir, hərə bir irad gətirir bizim dilimizdə desək. Baxın, heç bir agresiya yoxdur. Dərhal. Həzrət Seyyid-i Şühəda buyurur ki, Allah mənim itrətimi, ailəmi Kərbəlada görmək istəyir. İstəyir Kərbəlada görsün. Siz fikirləşirsiniz ki, bu cür nədir? Mən də sizə təklif eləyirəm ki, gəlin siz də mənlə gedək. Mənə deməyin arvad uşaqlar aparırsan. İndi bunlar eşitdilər, söz tutdaxı bunları. Bir nəfər var idi, Peyğəmbərin dövründə yaşayırdı. Peyğəmbər Mədiniyə gəlmişdi. Mədiniyə köçəndən sonra hansı döyüşlərin biri yadımda deyil. Müşriklərlə mübarizə, mübahisə vardı, müharibə var idi. Hamı getmişdi döyüşə, Mədinənin kişiləri. Qadınlar damlara çıxmışdılar, qaval çalırdılar. Dedilər ki, filan kəs Həmzə adında bir nəfər qalıb evdə, getməyib Peyğəmbərə kömək eləməyə. Çox sərrast ox atırdı, çox sərrast idi oxda. Yəni ox atırdı, çox sərrast idi. Ondan 9'unu vururdu, bəlkə də 10'unu da vururdu. Tarixdə düşüb onun adı, gedib oxuya bilərsiniz. Amma müsəlman olmamışdı. İslamı qəbul eləməmişdi. Qadınlar o qədər qaval çaldılar, o qədər dedilər ki, ayıb olsun Həmziyə, Peyğəmbər durub gedib müşriklərin qabağına filan. Bu öz kişiliyinə sığışdırmadı bunu. Durdu, getdi, kamanını götürdü, oxlarını yığdı, getdi Peyğəmbərin yanına, dedilər, Həmzə gəlib. Gəlib də, laf yaxşı. Bir də xəbər gəldi Həzrəti Rəsulallaha, ya Rəsulallah, bu Həmzə şiddətli şəkildə yaralanıb, can üstündədir. Peyğəmbər gəldi başının üstünə. Dedi ki, gecdi, gəl İslamı qəbul elə, sənin bu cür halət və zaminə behişdə gedəsən. Dedi, yox, sən nə danışsan? İslam nədir? Qadınlar orada qaval çalırdı, mən özümə sıxışdırmadım, durdum, gəldim bura. Ki, mən də burada bir-iki dənə ox atım. İslam mənlik deyir. Mən İslam qəbul edim. O cürünə getdi cəhənnəmə. O boyda iş gördü. Gəldi Peyğəmbərin yanına, dayandı, kömək elədi. Amma getdi cəhənnəmə vasil oldu. Allah Qur'an-ı Kərimdə, diqqətlə qulaq olsun, əcibdir ya. Qur'an-ı Kərimin bəzi ayələri insan elə sirkələyir, oxuyub getmisən, amma dərin düşüncə yoxdur. Elə sirkələyir. Əcib. Allah birinci özü müşrik qızlarına, müşriklərin qızlarına, hansı ki diri-diri torpağa bastırıblar, öz əlləri ilə atalar, öz qızlarını aparıblar, diri-diri bastırıblar. Onlar üçün roza oxuyur Allah Qur'an-ı Kərimdə. Allahu Ekber. Be-eyyi zənbin qutilət. Hansı günahın üzündən öldürüldün sən? Qiyamət günü soruşacağım. Allah roza oxuyur ha? Allah roza oxuyur müşriklərin qızına. Diri-diri aparıb bastırıb ata öz qızını. Allah oxuyur onun üçün oldu. Be-eyyi zənbin qutilət. Hansı günah səbəb oldu ki, səni öldürdülər, gətirdilər, bastırdılar bura. Və yaxud diri-diri bastırdılar səni bura. İndi İmam deyir ki, siz də gəlin məni ilə gedək. Diqqətlə qulaq asın. Nəfs xəyanəti, insanın özünə zərbə vurması. Biri çıxdı oradan gəldi belə elədi. Ya Əba Əbdillah, mən gedə bilmirəm səninlə. Mən burada bir dənə qapının ağzında yaxşı atım var. Gəl onu verim sənə. İmam başını fırlatdı. Biri gəldi ki, mən də gedə bilməyəcəm səninlə. Mənim yaxşı qılıncım var, kəsir. Gəl onu verim sənə. Biri gəldi ki, bir dənə dəvəm var, onu ilə çox uzaq yol getmişəm. Yəni, onu yoxlamışam, çıxartmışam onu. Bəzi şeylərdə görmüşəm ki, çox dözümlüdür. Gəl o dəvəni verim sənə, istədiyin yerə qədər səni çatdıracaq. Hərə bir dənə söz dedi. İmam dedi, mən sizdən qılınc istəmirəm. Mən sizdən at istəmirəm, dəvə istəmirəm, mən gətirib verir. Və yaxud da ki, yolda yeməyə mənə pendir çörək lazımdır, yığasan mənim üçün ki, bunu yolda yeyərsən. Yox. Mən bunları istəmirəm sizdən. Mənim fikrim, zikrim sizə deməkdir, çatdırmaqdır ki, mən qalxmışam ayağa, gedirəm nə üçün?
Cəddimin gətirdiyi din aradan gedir. Onu diri saxlamaqdan ötürü. Ziyarət-i varisdə biz hamımız oxuyuruq, evdə də oxuyuruq, məsciddə də oxuyuruq. Ən azından oxumasaq da eşidirik. Bir dənə yeri var, orada gəlir, deyir ki, Əşhədu ənnəkə qəd əqəmtəs-səlat. Bilirsiniz nə deməkdir bu söz? Qiyməti yoxdur bunun, Allah şahiddir. Kül bizim başımıza olsun. Kül o müsəlmanın başına ki, öz müsəlmanlığından elə istifadə eləyə bilməyib, özünə o qədər xəyanət eləyib ki, istifadə eləyə bilməyib. Bu duada deyir ki, şəhadət verirəm, ey Hüseyin, sən namazı diri saxladın. Sən namaza görə qalxdın, getdin, o sənə qılınc təklif eləyənlər, at təklif eləyənlər, dəvə təklif eləyənlər, indi də belə olar, elə bilmə o zaman deyil. İndi də biri dursa, desə ki, mən istəyirəm filan işi görüm, gəlin mənə kömək edin, biri deyəcək, mismar məndən. Diqqət edirsən, ev tikmək istəyirəm, evim dağıldı başıma, biri deyəcək, şifer məndən. İndi bu işi görməkdən ötürü əməl meydan lazımdır, meydana gəlmək lazımdır. Məsələ nədəndir? Xəyanət-i nəfs tək o demək deyil ki, nəfsimə mən zərbə vurmuşam, günahkar, elə özüməm oturum sakit. Yox, qətiyyən bu şey razılaşılası bir məsələ deyil. Heç kəs sənə icazə verməyib mənim barəmdə pis fikirləşəsən. Mənə də icazə verməyib sənin barəndə pis fikirləşəm. Qətiyyən. Qətiyyətlə. Seyyid-i Şühəda orada dedi sözünü. Daha gedəndən sonra arxada yolda danışmadıq. Beləmədi ki, belədir. Orada sözünü dedi. Dedi, sizin dəvələriniz qiyamət günü sizə fayda verməyəcək. Verdiyin o qılınc sizə fayda verməyəcək. Fayda verən dedi mənəm. Sizin yanınızda dayanmışam. Buradayam. Əşhədu ənnəkə qəd əqəmtəs-səlat və ətəytəz-zəkat. Sən zəkatı xumsu diri saxlamısan. Və nəhəytə ənəl-münkər. Sən pisliklər çəkindirməyi diri saxlamısan. İnsanları pisliklərdən çəkindirsən. Və əmərtə bil-məruf. Sən yaxşılara dəvət eləməyi diri saxladın. Biz bildik yaxşılıqlar nədir? İmam orada onların hamısını göstərdi, bax. O qapıda dayana hamısını göstərdi. Gedəsən, şəhid olasan. 14 il Abbasi xilafəti, Allah lənət eləsin hamısını. Xilafətdə olublar, bunların içində bir dənə əbləh olub, mütəvəkkil, Allah ona lənət eləsin. Abbasi xilafətinin dövründə 15 dəfədən çox İmam Hüseyin əleyhissalamın məqbərəsi yerindən yeksan olunub. Bu alçaq öz xilafəti dövründə, xəlifə olduğu dövrdə Abbasi tərəfindən 10 dəfədən çox söküb Həzrət Seyyid-i Şühədanın qəbri. Axırda da gətirdi, bir dənə yəhudini qoydu ora sökəndən sonra. Adını da deyəcəm sizə indi, salavat zikr eləyək. Allah lənət eləsin. Deyzət. Adı Deyzətdir. Gətirdi, otuzdurdu orada yəhudini. Dedi ki, heç kəsi qoyma Hüseynin ziyarətinə gəlsinlər. Deyzət getdi gecə. Diqqətlə qulaq asın. Adamı yandır, söndür o ışıqları. Bugün gördük də nə var, nə yoxdur. Bugünkü gün hamısını görmüşük, bilirik nədir, nə deyil. Mütəvəkkil tapşırdı bu yəhudiyə. Deyzət məlun, Allah ona lənət eləsin. Gecə getdi İmam Hüseyin əleyhissalatu vəssalamın qəbrinin kənarına. Tarixdə yazır, başladı qəbri eşməyə. Qazmağa başladı İmam Hüseyin əleyhissalamın qəbrinə. Qazdı. Çatdı mübarəkcəsində. Bilirsiniz, tez köməyə gələn Bəni Əsəd qəbiləsi olub. Tarixdə bu var, Allah şahidi. Mən hacı bilir, mən məktəlin içində batıb gedirəm, bəzən oxuya bilmirəm. Yəni, mən məktəli ki, açıram, İmam Hüseyin barəsində bir şeylər öyrənim, hər il yeni bir şeylər gəlir. Mən çox oxuya bilmirəm onu ki, gör necə mən bunu keçən il görməmişdim. İndi çıxıb qabağıma bu mənim.
O qədər yeni şeylər var ki, məktəllərdə, o qədər yeni şeylər gəlir. Hansı ki, o kitabı neçə ildir mənim evimdədir. Gəldi, başladı İmam Hüseyin əleyhissalatu vesselamın qəbrini qazmağa gəldi. Bir yerə çatdı. İmam Hüseynin mübarək cəsədini gördü, çəkildi dala. Bilmədi nə baş verir. Getdi başqa Yahudilərə xəbər saldı, hansı ki yaşayırdılar, yaxın idilər Kərbəlada. Getdi bir 10-15 nəfərdə əlavə özü ilə köməyə adam gətirdi. Onların içində bir nəfər yaşlıları tarixi bilirdi. Gəldi qəbri açanda təzdən ki, orada nə varsa götürsünlər. Gördü Bəni Əsəd qəbiləsi İmam Hüseyin əleyhissalamı necə pükübsə həsrə, elə bir indi bu dəqiqə qoymusan Seyid-i Şühədanı qəbrə. Allah rəhmət eləsin deyəcək. Dedi ki, mən istəyirəm bu həsrə oğruyam buradan. Aparıb müsəlmanlara elə bir qiymətə satıb ki, bütün Yahudilərə ev alıb. Kimə desəm ki, Hüseyin buna bükülüb? Nə qədər pul verərlər buna? Onların içində o yaşlıdır ki, eləmə belə iş. Xəbər tutarlar, bizim hamımızı qətlə yetirərlər. Gəldi mütəvəkkil xəbər göndərdi. Dedi, çağırın gəlsin mən. Bilirsiniz, mütəvəkkil çox zalim birisi olub, Allah ona lənət eləsin. İmam Hüseynin ölüsü ilə də düşmənçilik eləyirdi. Bir nəfər, bir dənə qulam bağışlamışdı bu mütəvəkkilə. Allah ona lənət eləsin. Dedi, bu qulam hər şey bacarır. Axşamlar da sənin üçün istəsən oxuyar. Dedi, o nə yaxşı. İndi bu istədiklərini eləyir, göndərir ora-bura, get bunu apar, bunu gətir. Axşamlar da deyir, oxu mənim üçün. İndi rəqqasdır, oxuyandı bilmirəm bu qəndidir. Hələ kullu hal, yəni işim nədir? Bir də bu yoxa çıxdı bu. Bu sarayı ələy-vələy eləyib tapa bilmir bunu. Xəbər gəldi, dedilər, hanı bu, hara gedib bu qulam? Bunu da bir nəfər bağışlamışdı buna. Dedi ki, səfər eləyib, gedib səfərdədir. O qədər kinli idi, oturdu qapının ağzında, gözlədi onu. Bir gün, 2 gün, indi gedir, yatır, səhər durur, yenə də gəlir, göz pəncərədən baxır, qapıdan baxır, kaçan gələcək. Gördü, gəldi o qulam, daxil oldu sarayın həyətinə. Dedi, gətirin onu yanıma, gəldi. Dedi, hara getmişdin? Haradan gəlirsən, neçə gündür yoxsan? Dedi, həccə getmişdim, hörmətli xəlifə, həccdəydim. Dedi, sən kimə gəlirsən? Səfər ayıdır, həcc ara, səfər ayı ara. Sən səfər ayında haradan gəlirsən? Dedim, hədis var İmam Sadiq əleyhissalamdan deyib ki, Kərbəla həccül füqara, Kərbəlaya getmək, İmam Hüseyni ziyarətləmək kasıbların həccidir. Getmişdim İmam Hüseyni ziyarətləmək. Dedi, kimi? Dedi, İmam Hüseyni. Dedi, ha. Bunu bura mənə hədiyyə eləyəndə tapın gətirin. Bunu da. Bir neçə gün zindanda qaldılar, aç susuz. Özü getdi, oturdu, onları tikə-tikə doğranmasına özü baxdı. Nə var bu? Seyid-i Şühədanın ziyarətinə gedir. Hələ kullar. Gəldilər, yığışdılar Yahudilər, dedilər ki, Deyzət, sən çox səhv edirsən. Bu həsri buradan götürməklə bizi bu torpaqlardan qovarlar. Eləmə. Biz əvəzində neyniyək? Diqqət edin. Allah şahiddir ya. Bu neçə il bundan qabaq yaz, bu indi yazılmıyor. Bunu mən düzdür tapmışam, oxumuşam, sizi ilə bölüşüm bunu. Amma bu olmuş hadisədir. Dedilər ki, gəlin belə eləyək, Kərbəlanın ətrafında nə qədər yaşayan var, bunları buradan qovaq. Buranın hamısını şumlayaq, suyun istiqamətini dəyişək, İmam Hüseynin qəbrinə tərəf gəlsin, axsın. Elə də elədilər. Başladılar oranı şumlamağa, bellədilər, su çəkdilər ora, Fəraddan bir qol ayırdılar, gəldi. Ta Seyid-i Şühəda aleyhissalatu vesselamın ziyarətinə gələn olmasın. Amma vaxt keçdi, il dolandı, bugün şükür olsun Allahın izzəti cəlalına. Nə qədər insanlar İmam Hüseyin əleyhissalamın ziyarətinə gedirlər. Gör,
Xanım Zeynəbə elə belə əbəs yerə demirlər səbir dağı. Gör o nə qədər dözüb, nə qədər səbir edib bu müsibətlərin hamısına ki, ona bu ləqəb verilib. Qeyrətinə qurban olum sənin xanım. Və bunu da deyirəm, inşallah xətm edəcəm. Deyir, yolda əsrlər kərvanı Şama üst tutublar, gedirlər Şam istiqamətinə. Xanım deyir, xanımın dilindən İmam Səccad əleyhissalam bunu danışır. Olmuş hadisədir, məqdəllərdə var. Xanım deyir, xanım Zeynəb səlamullah əleyha birdən gördü, Rübab gülür, öz-özünə bir ixtiyar başlayıb gülməyə Rübab. Xanım Zeynəb dala qaldı, soruşur, dəstədən gah qabağa gedir xanım, əllərində zəncir. Bəzi rəvayətlərdə gəlib ki, ən başda xanım Zeynəb gedirdi. Bəzi rəvayətlərdə gəlib ki, arxada, ən arxada xanım Zeynəb gedirdi. Ələ kulha, bizə o lazım deyil, qabaqda gedirdi, yoxsa arxada xanım elə necahdar idi, elə həm qabaqda gedirdi, həm arxada gedirdi, hamısına baxırdı, əli qolu zəncirli. Deyir, gördü, Rübab gülür, elə şiddətli gülür, özündən bir ixtiyar elə bil sanki başına hava gəlib. Xanım yaxınlaşdı ki, Rübab niyə gülürsən? Nə olub sənə? Gülməyimin səbəbi nədir? Dedi, Bibi Zeynəb, mən ki meydandaydım, Əli Əsqərə süd lazım idi, o vaxtı mənim sinəmdə süd yox idi. İndi ki mən çıxmışam bu yol gedirəm, sinəmə süd gəlib, amma Əli Əsqər yoxdur. İstəyirəm balamı versinlər, qoyun sinəmə əmizdirim. Amma tapa bilmirəm balamı. Balam gedib əlindən. O balaca balanın da başını üzmüşdülər, bədənindən keçirmişdilər, niziyə gəzdirirdilər xeymələrin arasında. Hüseynin balaca balasının da başını gəzdirir, bax o. Ətəyi yanan Rüqəyyəyə salam olsun. Ətəyi yanan o balaca bala elə ağlayır, elə bil ki, necə dərk eləyir Əli Əsqəri. Ağlayır ki, qardaşım Əli Əsqəri istəyirəm. Bibi Zeynəb onu sakitləşdirir ki, qızım sakin ol. İnşallah Allahın qüdrəti ilə, izzəti ilə Allah nəsib eləyər Əli Əsqərin haqqında, Allah intiqam alar olar. Allah and verirəm izzəti cəlalına bütün zalimlərə lənət eləsin inşallah. Allah Hüseynin qatillərinə lənət eləsin inşallah. Allah İmam Zaman ağanın zuhrunu təcil eləsin inşallah. Esselamu aleykum cəmiyyən, rəhmətullah. Ağlaram yada düşəndə, o da bir günlər idi. Xanım oturub bibisi Zeynəblə gözəl günlərdi xatırlayır. Həmişə belədir insan. Çətinlikdə olanda yadına düşən xatirələrin həzin-həzin yad edib ağlayır, deyir, kaş həmin günlər olaydı. Ustad Kəlamidə xanım Rüqəyyənin dilindən bunu yazır. Var deyəm məvətəndə, o da bir günlər idi. Ağlaram yada düşəndə, o da bir günlər idi. Ağlayan vaxtda silərdi Əli Əkbər gözümü. Naz ederdim ona mən də, o da bir günlər idi. Hüsnümin Yusuf Kənani əsir eylərdi. Hardasan Əli Əkbər, sən ölməyən bacın qurban, ay Kərbəlanın qəlibi. Ay Peyğəmbərə bənzəyən qardaşım, Hüsnümin Yusuf Kənani əsir eylərdi.
Zülfü okşardı kemende, o da bir günlerdi. Bir can yadında el çekerdi, atama ile yetimler başına. Ta dodaklar vurakende, o da bir günlerdi. İmamlarımızdan bize tövsiye oldu, yetimi gördünüz, nevaziş elyin, kalbini şad elyin. Ağlayırsa gözyaşlarını silin, öpün bağrınıza basın. El çekerdi atam aile yetimler başına. Ta dodaklar vurakende, o da bir günlerdi. Bir can könlüm Medine'ni istiyor, Sübhecen besteri rahette yatardım geceler. Yok diyar bedende, yok diyar bedende, o da bir günlerdi. Hey diyardım bana kızım yar. Ay bibi, ay bibi, ay bibi, yaralı insan lezarat yatar geceler. Bibi harabe mescidde nece yatım rağed. Medine'de her gece atam gelerdi başımın üstüne. Her gün gece anam gelerdi başımın üstüne. Benim bir sözümü yere salmazdılar. Bibi can, Şam'da yüreğim sıkılı vay bibi, gideyim Medine'ye. Ay ay kardeşim koymaz idi, gafile süratle gider. Sarıbanlar telesenden, o da bir günlerdi. Yığlardık heyecaniler babın başına. El yazgar südemenden, o da bir günlerdi, o da bir günlerdi. Bala hey dedi, hey derdini danıştı. Ama sözü var, bu hamısı müqəddimədir, sözü var. Ne demek istəyir? Atamı istəyirəm indi, ətəyindən yapışam.